Müçtəba Xameneyi bu il martın əvvəllərində İran İslam Respublikasının 3-cü ali rəhbəri kimi təqdim edildi. Bu təyinatdan artıq 5 aya yaxın vaxt keçib. O zamandan bəri onun adından yalnız yazılı mətnlər yayılıb. Onun nə yeni fotosu, nə video görüntüsü, nə də səs yazısı mövcuddur. Müçtəbanın müraciətləri yayımlanır, fərmanları çatdırılır. Rəsmilər rəhbərin göstərişlərindən danışırlar. Dövlət mediası onun adından bəyanatlar dərc edir. Amma rəhbərin özü görünmür, səsi eşidilmir. Hətta Müçtəba Xameneyinin danışa bildiyini, qərar qəbul etmə iqtidarında olduğunu və onun adından yayımlanan mətnlərin həqiqətən ona məxsusluğunu göstərən bir sübut belə yoxdur. Hələ aprel ayında Reuters onun yaxın çevrəsinə daxil olan 3 şəxsi istinad edərək bildirmişdi ki, Müçtəba Xameneyinin üzü 28 fevral hücumunda zədələnib və formasını dəyişib. Bir və ya hər iki ayağı isə ciddi xəsarət alıb. Daha bir hesabatda 4 İran rəsmisinin məlumatlarını istinad edilərək, onun üzündə və dodaqlarında ciddi yanıqlar olduğu, danışmaqda çətinlik çəkdiyi, bir ayağından bir neçə dəfə əməliyyat keçirdiyi və protez ayaqdan istifadə etməsinin mümkün olduğu bildirilmişdi. Rəsmi versiya isə daha yumşaq idi. Bir gün onun tam sağlam olduğu deyildi. Ertəsi gün söhbət bir neçə cızıqdan getdi. Daha sonra diz və bel nahiyəsində xəsarətlərdən danışıldı. Amma şübhəsiz, bir neçə cızıqla üzün formasının dəyişməsi arasındakı fərq böyükdür. Məhz bu boşluqda İran rəhbəri haqqında şayələr dolaşır. Müçtəbanın harda olduğu və onunla əlaqənin necə saxlanıldığı böyük sual olaraq qalır. Ötən şənbə günü Tehran Bələdiyyəsinin orqanı olan Həmşəhri qəzeti bu suala təhlükəsizlik kontekstində texniki izah verməyə çalışıb. Qəzetin hazırladığı və bir çox İran saytlarında da tirajlanan 3 dəqiqəlik videoda bildirildiyinə görə, ali rəhbərin səs yazısı ona görə yayımlanmır ki, bu, casusları onun olduğu yerə apara bilər. Otaqdakı əks-səda qapalı məkanın ölçülərini üzə çıxara bilər. Elektrik şəbəkəsinin tezliyindəki dəyişikliklər yazının vaxtını və hansı şəbəkədə qeydə alındığını göstərə bilər. Kondisioner və havalandırma sisteminin səsi coğrafi ərazini ələ verə bilər. Hətta mikrofonun səsdə yaratdığı dəyişikliklər cihazın dırnaqarası parmaq izi kimi çıxış edə bilər. Bu izah ümumən doğrudur. Belə ki, elektrik şəbəkəsinin tezliyinin təhlili audiokriminalistikada tətbiq olunur. Otaqdakı əks-səda məkanın ölçüləri və materialı haqqında məlumat verir. Mikrofonlardakı çox kiçik qüsurlar bəzən mikrofonun modelini, hətta səs yazan cihazın özünü müəyyənləşdirməyə imkan verə bilər. Amma bu üsullar hələ hər şeyi həll etmir. Bir audio fayldan sığınacağın dəqiq ünvanına qədər gedib çıxmaq üçün kifayət qədər uzun səs yazısı, uyğun yazılma şəraiti və əlavə informasiya kompleksi tələb olunur. Bir də qısa audio faylı nəzarət olunan mühitdə yazmaq, elektrik səs-küyünü aradan qaldırmaq, üzərinə başqa səs əlavə etmək və ya elektrik şəbəkəsindən asılı olmayan avadanlıqdan istifadə etmək mümkündür. Belə çıxır ki, İran hakimiyyəti ballistik raket hazırlamaq imkanına malikdir. Amma rəhbərinin bir neçə cümlə deyə biləcəyi təhlükəsiz məkan tapmaq iqtidarında deyil. Beləliklə, həmşəhrinin texniki izahı təhlükəsizlik sirrini açmaqdan daha çox mövcud siyasi narahatlığı üzə çıxarır. Məsələ yalnız rəhbər şəxsin sağlamlığı ilə bağlı deyil. İran İslam Respublikasının qanunvericiliyi və siyasi strukturunda ali rəhbər silahlı qüvvələrin baş komandanıdır. Təyinat yolu ilə formalaşan qurumlar üzərində nəzarətə malikdir. Müharibə və danışıqlardan tutmuş daxili siyasətə qədər strateji qərarlarda son instansiya hesab olunur. Belə bir şəxs görünmədikdə və səsi eşidilmədikdə rəhbər hardadır sualı çox qısa müddətdə başqa bir suala çevrilir. Ölkəni kim idarə edir? Rəhbərin ortada olmaması çoxsaylı vasitəçilər yaradır. Mühafizəçilər, komandirlər, həkimlər, mesaj çatdıran şəxslər, dəftərxana əməkdaşları və s. Rəhbərə çıxış imkanı isə hakimiyyət mənbəyinə çevrilir. Çoxsaylı məlumatlardan aydın olur ki, Sepa Müçtəbanın rəhbər seçilməsində həlledici rol oynayıb və müharibə aylarında strateji qərarlara təsir edən hakim qüvvəyə çevrilib. Buna görə də Həmşəhri qəzeti mikrofonun barmaq izi haqqında nə qədər çox danışırsa, Sepahın hakimiyyət strukturundakı siyasi barmaq izi bir o qədər aydın görünür. Müxalif jurnalist Abdullah Əbdi isə haqlı olaraq soruşur. Stat, Həmşəhridəki həmkarlarım qoy bu sualara cavab versinlər ki, niyə ali rəhbərin orijinal imzası və ya əl yazısı dərc olunmur? Niyə onun elektron imzası yayılır? Statın sonu. Yaxın tarixdə İranda yaranmış vəziyyətə bənzər nümunələr olub. Taliban öz lideri Molla Ömərin ölümünü 2 ildən artıq müddət ərzində gizlətdi. Bu müddətdə onun adından mesajlar yayımlandı. Qərar vermə isə kiçik bir qrupun əlində qaldı. Məxfilik təşkilatın birliyini qorumaq məqsədi daşıyırdı. Lakin onun ölümünün üzə çıxmasından sonra varislik məsələsi ətrafında fikir ayrılıqları daha da dərinləşdi. Əlcəzairdə Əbdüləziz Buteflika 2013-cü ildə insult keçirdikdən sonra demək olar ki, ictimaiyyət qarşısında görünmədi. Uzun müddətli xəstəliyi prezidentin adı arxasında təhlükəsizlik
hərbi və iqtisadi dairələrin rəqabət apardığı bir hakimiyyət sisteminin yaranmasına səbəb oldu. Nəhayət, cəmiyyət yalnız quru bir adı rəhbərin yerinə qoymaqla hökmranlıq edən bütün dövlət aparatına qarşı ayağa qalxdı. Rəhbəri gizlətmək təhlükəsizlik baxımından əsaslı görünə bilər. Əvvəlki rəhbər Əli Xameneyinin və bir sıra yüksək rütbəli şəxslərin öldürülməsindən sonra yenidən hücum təhlükəsi realdır. Lakin təhlükəsizlik daimi olaraq nüfuzun təsdiqini əvəz edə bilməz. Gizlənən rəhbər raketdən qoruna bilər, amma nüfuzunun itirilməsindən yox. Rəhbərin xalq tərəfindən birbaşa seçilmədiyi sistemdə səs və görüntü onun tanınması və qəbul edilməsi mexanizminin bir hissəsidir. Xatırladaq ki, Əli Xameneyi saatlarla çıxışlar edirdi. Onun danışıq tərzi, pauzaları, öskürməsi və hətta dil sürüşmələri belə hakimiyyət nümayişinin bir hissəsi idi. Onun varisi isə hələ səhnəyə belə çıxmayıb. Müçtəba yalnız gizlənmiş rəhbər deyil, həm də səssiz rəhbərdir. Səs və görüntünün yayımlanmasından imtina etmək bəlkə də onun olduğu yeri gizlədir. Lakin həm də hakimiyyətin həqiqi yerini göstərir. Yəni, İranda hakimiyyət indi müçtəbanın yox, onun nə deməsinə qərar verənlərin əlindədir. Belə də sual doğur. Müçtəba Xameneyi real liderdir, yoxsa sadəcə rejimin legitimlik simvolu?